Olsun dəyərli qrup üzvləri, necəsiniz? Ümid edirəm yaxşısınız. Uşaqlar, gəlin bir nüansa diqqət edək. Bizdə deməli səhər saatlarında bizdəki bay, indi kimdəsə açılıbsa, kimdə açılmışsa bay, biz onu sığortaladıq, yəni 2 qatla. Məndə sadəcə olaraq 2 qat idi, 4 qatla sel açdım. Demək, onu deyək ki, ziyanla, birinci əməliyyatı deyək ki, ziyanla çıxdıq. Ondan sonraki sel əməliyyatları vardı. Yəni sel əməliyyatlarımız bizdə demək 5354-də idi. Yəni biz ümumi olaraq 20 dollarlıq bir nəticə ilə kifayətlənmək istədik, amma daha çox gəldi. Yəni 300 dollar, bu gün 300 dollar aşağı gəldi. Təbii ki, müharibələrlə bağlı. Yəni qızılda bizdə ümumi olaraq, yəni əməliyyatlarda biz baxaq görə digər əməliyyatlarımız nələr olub. Yəni qızıldakı sel deyək ki, gəlirlə oldu. Bir qatı deyək ki, bayı, bir qatı da özünün. Bu gəlirlə oldu. Gümüşdə sel işlədi, neftdə bay, bitcoində sel, ethereumdə sel, evroda sel, funt dollarda sel, dollar Yaponiyada bay, dollar frankda bay, funtun Yaponiyada sel işlədi, gəlirlə bağlandı. Funtun frankı olan sel işlədi, amma az gəlir verdi. Nasdaq, S&P, Dow Jones Daxlar da bunlarda sellərdə qəşəng gəlirlər verdi. Bu səhər olan proqnozlardır, rəqəmlərdir, çox mükəmməl bir nəticə verdi. Düzdür, əksəriyyət fokuslanıb qızıla, ona görə də deyək ki, qızılda yəni sürətli bir hərəkət oldu. Ümumi olaraq hazırki vəziyyətdə biz belə götürsək trend xəttini bu cürdür. Yəni düz trend xəttinin üstündədir. Yəni burada girib təbii ki, qəşəng bir dənə neçədir burada 5084-də girib qəşəng 8 lotdan bir dənə bay açmaq olar, hə? Yəni qəşəng nöqtədir. Belə, demək qızıl bugün nə elədi? Biz elə bir ki alış əməliyyatlarımız vardı bizdə. Biz alış əməliyyatlarını satış əməliyyatlarına çevirdi və bazardan çıxdıq. Yəni əsasən də bizdə bu nöqtələrdən biz elə bir ki, bu nöqtələri gözləyirik, daha çox gəldi. Ümumi olaraq, diqqətlə baxın, ümumi olaraq yəni 300 dollar aşağı gəldi. Təbii ki, bu müharibələrlə əlaqədardır. Ona görə biraz ehtiyatlı olmaq lazımdır. Yəni, ya stop-loss təyin etmək lazımdır, ya da ki, deyək ki, 2 qatla, 3 qatla bazardan çıxmaq lazımdır. Başqa heç nə. Yəni, ya da ki, kimin məbləği aşağıdırsa, qızıldan çıxa bilər. Yəni, başqa valyutalar. Məsələn, gümüş də satış əməliyyatlarından biz vermişdik, qəşəng gəlirlər verdi. Amma qızılla gümüş, qızıl təhlükəlidir, gümüş ondan da təhlükəlidir. Yəni bu 5 qatına gedir, gəlir gələndə də, ziyan gedəndə də. Bitcoin də baxın sel işlədi, Ethereum-da sel işlədi. Baxaq biz sellər işlədi, yarım saatdır. USD Yaponiyada bay əməliyyatlarımız gəlirlə nəticələndi. USD frankda da bay əməliyyatlarımız nəticələndi. Funtun dollar rəqabət səhər saatı sel əməliyyatları gəldi. Evro dollarda da satış əməliyyatları gəldi. Dollar, funtun Yaponiyanın rəqabətində satış əməliyyatları işlədi. Funtun frankonun rəqabətində, yəni alış olmadı, satışda az gəlirlər verdi. Sonra S&P, Dow Jones, Nasdaq bunlar da deyək ki, baxın uşaqlar, Wimple'da çıxır, yavaş-yavaş korreksiyalar aşağı doğru istiqamətə davam etdirir. Baxın, bunlarda da satış əməliyyatları işlədi. Nasdaq, S&P, Dow Jones, Daxlar. Yəni biz bunu səhər saatlarında paylaşdıq. Yəni yeganə olaraq bir də nəzər çatdırım ki, burada mən yazdım, qeyd etdim ki, tək qızılın bayında deyək ki, əgər kimdəsə bay var idisə, orada 3-4 nəfərdə var idi bay əməliyyatları. Onların deyək ki, ikisi də, üçü də 2 qatdan çıxıb, bir ikisi də ki, deyək ki, hələ ki gözləyir ki, kilitləyib, amma kilitləmək lazım deyildi. 2 qatdan, hətta 3 qatdan çıxmaq olar. Mən 2 qatdan çıxdım, siz 3 qatdan çıxa bilərdiniz. Yəni, ümumiyyətlə, işimizi şansa buraxmaq olmaz uşaqlar. İndi hal-hazırda qızıl aşağı doğru istiqamət davam etdirir. Baxın, düz hazırda, baxın, belə deyək də, 5065-lər tam olaraq, deyək ki, bay üçün bay yerdə, amma bu trendi dəqiq çəksək, çünki müharibələrdə, yəni, belə bir risk eləmək olmaz. Çünki bugün 300 düşübsə, hələ 200 də düşə bilər. Belə bir şey də var. Amma bu hissə, bu nöqtə, hazırda Vüqar bəy də yanımızdadır. Biz dedik ki, burada, deməli, bu nöqtə çox güclü bir dəstək xəttidir. Yəni, ən azından 5000-lər çox güclü dəstək xəttidir.
bu xəttdən geri qayıtması ehtimalı böyükdür. Yəni yenə baxaq, başqa bombalar atmasalar, atom atmasalar, partlatmasalar, dağıtmasalar, yəqin ki, yəni qızlar yenidən tələbat olar. Yəni çünki hər yerini partladılar, 4 tərəfimizi partladılar deyənə və hazırda baxın, yəni bay üçün optimal səviyyədə var bu hissə. Belə əzizlərim, optimal səviyyə deyək ki, haraydı? 5053-lər, 52-lər. Belə əzizlərim, özünüzə yaxşı baxın, amma çalışın, biraz ehtiyatlı olun. Baydısa bay, seldirsə sel. Yəni düşdükcə, məsələn deyək ki, əgər qiymət düşdükcə bay açmağın yeri yoxdur uşaqlar. Düşdükcə və yaxud da qalxdıqca sel açmağın yeri yoxdur. Gözləyin, siqnal gəlməyincə, baxın bu siqnalda bu baxın, gəlin keçin. Salam. Murad idi. Baxın, bu hissədə tam olaraq biz saat 3 idi, dedi ki 2 saatdan sonra qalxacaq qiymət, yəni qiymət ən azından qızıl düşəndən sonra $150 korreksiya verdi yuxarı və bu trendi düzəltdi. Eyni zamanda da digər cütlüklər də, deməli, USD frankda biz satış əməliyyatlarını dedik, funtun dolar rəqabət alış əməliyyatlarlar, yəni qalxdılar sadəcə olaraq trendi düzəltdilər. Yəni mümkün qədər uşaqlar sizin əməliyyatlarınız, kimin kiçik balansı varsa, qızıldan uzaq, gümüşdən uzaq dursun, kimin balansı normaldırsa, qızılda və gümüşdən uzaq durun. Qızılda əməliyyat açdıqca ya stop loss qoysan, ya da 2 qatla tez bazardan çıxsın. Belə əzizlərim, inşallah sabah, inşallah Allahın köməyində bundan daha yaxşı olacaq.